Hər vaxtınız xeyir olsun YouTube kanalımın dəyərli izləyiciləri, hamınız xoş gəlmisiniz. Mən marafon üçün hazırlıqlar görürdüm. İstədim sizinlə də bölüşüm, qəşəng bir vlog çəkim bu haqda. Burada da börəklərimi hazır edirəm. Həm göyərtili, həm də ətli börək hazırladım. Hər ikisini də yoldaşım çox sevdiyinə görə və pendir də əlavə elədim ki, daha dadlı olsun. Burada ilk öncə göyərtili olanı hazır edib qoydum sobaya bişməyə. Daha sonra isə digər üçün hazırlıqlara keçdim. Və marafon qızlar mənim yoldaşım qatıldı. Mən özüm iştirak etmirəm. Ancaq qızımla və digər ailə üzvlərimizlə yoldaşımın yanındaydı. Ona dəstək üçün getmişdik biz də. Burada isə ikinci börəyimi də artıq qoyuram bişməyə. Qızlar, mən üzərinə çörək otu da əlavə elədim. Siz susam da əlavə edə bilərsiniz. Başta hazırladığım qarışımı isə bütün börəklərdə istifadə etmək olar. Burada artıq aldığım çərəzləri, meyvələri falan paketləyirəm hamısını. Ki orada piknik etmək üçün qəşəng ərazi var idi. Orada əyləşdi. Yoldaşım yarışdan çıxandan sonra xoşladığı meyvələrdən falan qoydum. Mən alma doğradım, almaları qəşəng və limonla, nane ilə bir qutuya yığdım qızlar. Bu əsnada da qızlar börəklərim bişdilər, qəşəng onları çıxartdım, soyudub doğradım, belə yığdım saxlama qablarına, hazır etdim bir gün öncədən. Mənim özəl piknik örtüm yox idi, ancaq belə bir qəşəng dəsmalım vardı, onu götürdüm. Sonra piknik setini də götürdüm, ancaq lazım olanları apardım özümlə. Burada isə artıq çantamı yığıram, nə var, nə yox, nə lazımdır, hamısını qoymuşam, yoxlayıram. Körpə uşağı olan analar təbii ki, həmişə eləyirlər, bir gün öncədən hazırlayırlar. Burada da çayları doldurdum. Bir termosa da qızım üçün adi su götürdüm, qaynar su, birdən istəsə verim. Burada isə qızlar artıq marafon günüdür, biz çatmışıq bayraq meydanına. Əzəmətli bayrağımız dalğalanır, maşallah olsun, həmişə zirvələrdə olsun, hər zaman uca zirvələrdə dalğalansın. Qızlar, burada hələ yarış başlamayıb, ancaq yarış meydanında artıq insanlar yığılmağa başlayıblar. Biz də gəzdik ilk öncə, ətrafı kəşf etdik, çox qəşəng idi, maraqlı idi. Sadəcə təlif yeməsin deyə videom səsi almışam. Ətrafda hamı məşq edirdi. Burada da qızım mahnılara reaksiya verib oynayırdı, qəşəng. Mənim də xoşum gəldi, istədim onu da çəkim. Yatdı qızlar, qızım orada yatdı, dəniz havası xoşuna gəldi, onun orada yatdı. Burada isə artıq həmin konsert ərazisi açılmışdı və insanları içəri buraxırdılar. Biz də keçdik hamı ilə birlikdə. Pompon qızlardan çox xoşum gəldi. O əllərində olan pomponu merak edirdim ki, o necə bir şeydir. Mənə də verdilər, istədim verdilər mənə də. Qəşəng bir tur məndə belə oynatdım əlimdə. Xoşuma gəlirdi. Burada isə marafon başlamamışdan öncə insanlar üçün qəşəng bir tur atdılar. Banda komandası, 2 cür banda komandası var idi. Bir tur atdılar, belə ərazidə fırlandılar. Mahnılar sədaları altında. Sonra isə dayandılar. Mənə həmişə çox maraqlı idi ki, bu uzun boy insanlar necə uzun olurlar. Təbii ki, yaxından gördüm, ayaqlarına taxta qoyurlar. Onunla uzun boylu olurlar. Şəkil çəkdirdi qızım və anam şəkil çəkdirdi onlarla. Burada artıq yarışçılar məşq edirlər. Hamısı isinmə hərəkətləri edirlər. Hamısı özü üçün. Bunlardan da xoşum gəldi. Yarışdan əvvəl idi, istədim çəkim və artıq marafon başladı. Hər kəsə uğurlar dilənildi və insanlar qaçmağa başladılar. İzdiham var idi, həqiqətən də çox adam var idi. Başlanğıc müddəti hardasa elə 1 saat çəkdik dostlar. Çünki çox adam var idi, hamı qaçmaq istəyirdi, hamı həvəsli idi. Komandalar var idi, çox maraqlı idi həqiqətən də. Bu il gedə bilməyənlər gələn inşallah mütləq iştirak etməlidirlər. Ən azından bir günə əyləncəli vaxt keçirdir adam, sosiallaşır. Qəşəng yeni insanlarla tanış olur. Çox maraqlı keçir həqiqətən də. Bu ilki marafonun tək fərqi keçənkindən bu il hava biraz küləkli idi. Həqiqətən də küləyə qalib gəlmək üçün çıxmışdılar yola yarışçılar. Çox maraqlı idi. Müğənnilər də gəlmişdilər həmçinin. Yaxından görmə şansımız oldu. Bu dayını da çəkmişdim, maraqlı idi. Püskürürdü falan. Tam çəkə bilmədim deyə gec gördüm. Ona görə yaxşı düşməmişdi. Burada da komandaları istədim çəkim göstərim sizə.
Bu maraqlı cizgi film xarakterləri ilə də şəkil çəkdirdi qızım, mən həmçinin. Xoşumuza gəldi. Burada da xarici vətəndaşlarla qızımın istədim bir anısı, xatirəsi olsun. Artıq qızlar yarış yekunlaşıb, iştirakçılar çatıblar finiş nöqtəsinə. Mən isə həyəcanla yoldaşımın gəlməyini gözləyirəm. Və artıq gördüm yoldaşımı, o qədər sevinirdim ki, tam çəkə bilmədim. Gəldi, çıxdı. Bütün iştirak edənlərə uğurlar arzu edirəm. Həmçinin özümün də həyat yoldaşıma daha uca zirvədə səsi gəlsin inşallah. Burada isə artıq xanım iştirakçılar gələcək birazdan. Onlar da çəkmişəm sevinclə qarşılanmaqları. Maşallah olsun, bu ilk yarışda Azərbaycanlı iştirakçıların da həmçinin adları çəkildi. Onlar da ilk onluğa daxil olub gələnlər arasındaydılar. Bu həqiqətən də qürur verici bir hissdir ki, bizim öz iştirakçılarımız da, vətəndaşlarımız da həmin yarışlarda qalib ola bilirlər. Təkcə xarici vətəndaşlar deyil, bizimkilər də fəal iştirak edirlər, idmanla məşğul olurlar. Bu sevindirici bir haldır. Burada isə qadın idmançı birinci yer olaraq gəlir, çatır finiş nöqtəsinə. Sevinç hissi ilə qarşılanır. Külək də imkan vermirdi təbii ki bizə. Yarış bitdi, indi isə piknik vaxtı idi. Məni izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Zəhmət olmasa kanalıma abunə olub dəstək olmağı da unutmayın. Çox sağ olun.